Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Respublika televiziyasının efirində RTV xəbərin saat 20-yə olan buraxılışını, yəni günün əsas buraxılışını təqdim edirik. İlk öncə anonslar. Prezident İlham Əliyev Qarabağ futbol qrupunu əldə etdiyi uğurlar səbəbilə sosial şəbəkə hesablarında təbrik edib. Prezident İlham Əliyev Donald Trump'a X hesabındakı paylaşımı səbəbilə təşəkkür edib. Sumqayıt şəhər Kimyasılar qəsəbəsində qətl hadisəsi başlayıb. Paytaxtın Babək rayonunda yanğın hadisəsi başlayıb. İsrail Qətərin paytaxtı Dohaya sarsıdıcı hücumlar edib. İndi isə daha ətraflı. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Qarabağ futbol klubunun uğur qazanması səbəbilə paylaşım edib. Paylaşımda o öz ürək sözlərini yazıb. Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'a X hesabında paylaşdığı paylaşıma görə təşəkkür edib. Sumqayıt şəhər Kimyasılar qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib. Gecə saatlarında Sumqayıt şəhərində Kimyasılar qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib. Belə ki, ər öz arvadını dəhşətli şəkildə qətlə yetirib. Məsələ ilə bağlı müvafiq orqanlar əraziyə gəliblər. Məlumatlara görə həyat yoldaşını öldürən şəxs daha sonra özü intihara cəhd edib və özünü öldürüb. Yaxınlarının sözlərinə görə ailədə artıq bir neçə vaxt demiş ki, mübahisə var imiş və bu mübahisənin sonunda isə ər öz həyat yoldaşını qətlə yetirib. Daha sonra isə səhv etdiyini anlayan ər özünü öldürərək intihar edib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Əli Həmzəyev, RTV xəbər. Bölgələrdə olan qeyri-sabit hava ilə bağlı bir sujetimiz var. Bu sujetimiz isə hal-hazırda Sumqayıtdan olacaq canlı şəkildə və şərtsiz şəkildə görüntüləri təqdim edirik. RTV xəbəri izləyirsiniz. Paytaxtın Babək rayonunda dəhşətli yanğın hadisəsi baş verib. Belə ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. İndi isə həmin yanğından olan əməliyyat çəkilişi görüntülərini təqdim edirik. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Respublikamızın bölgələrində araşdırıb tapdığı qanun pozuntuları haqqında olan sujeti təqdim edirik. Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə agentliyin müfəttişləri tərəfindən Gədəbər rayonunun Düzyurt kəndində fəaliyyət göstərən fərdi sahibkar Elnur Vahidoğlu İskəndərova məxsus maye qaz doldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb. Belə ki, maye qaz doldurma məntəqəsində istismar olunan bir ədəd tutumun üzərində quraşdırılmış qoruyucu klapanın və manometrlərin dövrü yoxlanılmasının aparılmadığı, eyni zamanda istismar müddəti bitmiş bir ədəd tutumun tam texniki müayinələrinin keçirilmədiyi müəyyən edilib. Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib. Paytaxtda avtobusların birində sərnişinin sürücüyü döydüyü barədə görüntülər yayılıb. Belə ki, məlumatlara əsasən sərnişin sürücüdən istəyib ki, arxa qapıyı açsın. Ancaq sürücü onun bu dediklərinə elə də əhəmiyyət verməyib. Daha sonra isə sərnişin sürücüyü döyməyə başlayıb. Sürücüyə yumruqlar ataraq xəsarətlər yetirib. Elə həmin sürücü mediaya məlumat verib. Hadisə 49 nömrəli müntəzəm marşrut xəttində baş verib. Avtobusa arxa qapıdan minmək istəyən şəxs buna etiraz edən sürücünü təhqir edib, onu vurub. Arxa qapıdan sərnişin minmək istəyirdi, mən də icazə vermədim. Avtobusda hücum edən adam o avtobusda idi. Bir neçə dəfə mənə şeylər ki, aç qapını minsin, mən reaksiya göstərmədim. Başladı hücuma keçməyə, vurdu. Bəli, indi isə dünya gündəmi ilə davam edirik. Dünya gündəmdə olan əsas xəbərlərdən biri də İsrailin Həmasdan başqa Qətərə də hücum etməsi olubdur. Artıq bir neçə vaxtdır ki, Həmasa hücum edən İsrail artıq Qətərin Həmasa olan yardımları səbəbilə Qətərin paytaxtı Dohaya sarsıdıcı zərbələr indirib. Bu barədə isə İsrail mediası məlumat yayıb. Havanın birdən-birə kəskin dəyişməsi İlizli kənd təsərrüfatına da ciddi ziyan vurub. Bir çox fermerlərin məhsulları elə yerlərində qalıb, sata bilmirlər. Bu, necə deyərlər, havanın kəskin dəyişməsi ölkəmizə hər tərəfli ziyan vurub. İndi isə sabahsı gün necə küçəyə çıxacağımız barədə məlumat almaq istəyiriksə, elə hava haqqında məlumatı dinləyək. Artıq bildiyiniz kimi, regionlarda son günlərdə yağıntılı hava şəraiti müşahidə olunur. Havalar birdən-birə kəskin dəyişib. Elə bu barədə də sabahın da havası necə olacaq deyə hava haqqında məlumatı izləyək. Havanın dəyişməsi eləcə də insanlara da təsir edib. Artıq insanların çox xəstəliklərə yoluxur, xəstəliklər çoxalıb və eləcə də havanın dəyişməsi səbəbilə yollarda tıxaclar, qəzalar çoxalıb. Hər vaxtınız xeyir. Bəli, bugün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Sentyabrın 18-də isə hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi 18-i gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Günorta saatlarında havanın temperaturu 20-23 dərəcə isti olacaq. Bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunur. Belə yağıntılı hava şəraiti sentyabrın 21-nə dək fasilələrlə davam edəcək. Belə ki, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur. Sentyabrın 18-i axşam əksər rayonlarda yağıntıda fasilə olacaq. Mülayim şərq küləyi bəzi bölgələrdə arabir güclənəcək. Valyuta sahəsində də dəyişimlər olub. Belə ki, dolların qiyməti artıb. Təbii ki, bu da digər valyutalara yan təsir edib. Və bu şəkildə də gördüyünüz cədvəldə yeni valyuta gördüyünüz cədvəldəki kimi olacaq. Qazax rayonunda şəhid Nəbiyev Fərid Kamran oğlunun illiyi qeyd olunub. Belə ki, illik mərasimdə Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, şəhidin ailə üzvləri, şəhidin yaxınları, şəhidin qohumları və digər şəxslər olublar. Qeyd edək ki, şəhidimiz çox şücaətlə döyüşərək
Qazax rayonunda böyük hörmətə sahib olmuşdur. O, şəhid olduğu gündən bəri günümüzə qədər anılır və anılmağa da davam edəcək. Elə yeri gəlmişkən, Qazax rayonunda bir çox mərkəzi küçələrdə, eləcə də Bakı küçəsində və digər mərkəzi küçələrdə yollar yenidən inşa olunur, bərpa olunur. Belə ki, yollar yenidən asfalt örtüyü ilə bərpa olunur. Şəhərin infrastrukturu daha da inkişaf etdirilir. Hər zaman müştərilərini indirimlərlə sevindirən Ordubad Supermarket yenə də bu həftə indirimlər edir. Bu indirimlərdən isə hər kəs yararlanmalıdır. İndi isə sizə olan indirimləri təqdim edirik. Qeyd edək ki, hər bayramda müştərilərini indirimləri ilə sevindirən Ordubad Supermarket bu həftə də şok indirim ilə gəlib. 20%-ə qədər məişət texnikalarına indirimlər olacaq. Siz də bu fürsətdən yararlanmaq üçün Ordubad Supermarketə tələsir. Polis Biləsuvarda narkotacirlik edən şəxsi saxlayıb. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Biləsuvar rayonunda polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı 47 yaşlı Eldəniz Nağıyev saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə həmin şəxsdən 6 kiloqram tiryək, heroin, marixuana, əlavə olaraq 255 ədəd müxtəlif növ narkotik və psixotrop maddə tərkibli həblər və bir ədəd soyuq silah hesab edilən 5 barmaq aşkarlanıb. Araşdırmalarla onun xaricdə yaşayan narkotacirdən əldə elədiyi narkotik vasitələri maddi qazanc müqabilində paytaxt ərazisinə gətirərək deyiləcək ünvanlara yerləşdirməyə razılaşdığı müəyyən edilib. Burada yaxındayım. Biraz tez eləyəm, mən də tez qayıdım. Abi, gəldi, çıxdı, konum da gəldi, ünvan da. Gedirəm indi ora. Hər şey yaxşıdır. Dəqiqə şeydir. Götürüb atıram maşına çıxıram. Faktla bağlı cinayət işi başlanılıb, Nağıyev barəsində həbs qəti imkan tədbiri seçilib. Araşdırma aparılır. Belə hörmətli tamaşaçılar, saat 20-yə olan, yəni günün əsas xəbər buraxılışını təqdim etdik. Sağ olun, salamat qalın. Gələn xəbər buraxılışında görüşənədək.
Qazanan